Bəli, Çinarə, indiki dövrdə hər getdiyimiz ünvanda pulsuz internetdən yararlanmaq istəyirik, amma təbii ki, bunun bir fəsadları da ola bilər. Bu baxımdan da elə istifadəçilər mütləq şəkildə diqqətli olmalıdırlar. Çünki qeyd olunur ki, məhz elə pulsuz internetdən istifadə məlumatlarımızın ikinci, üçüncü şəxslərin əlinə keçməsinə səbəb ola bilər və elə kiberdələduzluğun və digər təhlükələrin yəni açarı da məhz elə buradan keçir və bu baxımdan da bu məqamlar xüsusilə diqqətdə saxlanmalıdır. Fəsadlar nə ola bilər və nələrə diqqət etmək lazımdır? Bununla bağlı informasiyaları qonağın innovasiya üzrə ekspert Bəxtiyar Həsənovdan əldə edəcəyik. Xoş gördük Bəxtiyar bəy. Buyurun, detalları sizdən işləyək. Xoş gördük əvvəla sizləri. İlk növdə mütəxəssislər olaraq bizim ictimai yerlərdə internetdən istifadə edərkən, hər hansı bir internet ehtiyacı varkən ən böyük tövsiyəmiz ondan ibarətdir ki, hotspot, yəni mobil giriş nöqtənizdən məhz özünüzə məxsus cihazları yayaraq istifadə edin. Məsələn, ən sadə halda öz cihazınızdakı Wi-Fi, mobil şəbəkəni Wi-Fi olaraq paylaşaraq internetə tam təhlükəsiz bir şəkildə qoşula bilərsiniz. Çünki bu sizə özünüzə məxsus bir şəbəkə olacaq. Əksər hallarda ictimai şəbəkələrə biz baxdıqda bunu görürük ki, həmin Wi-Fi şəbəkələri şifrələnmir. Yəni, hər kəsə açıq adı üstündə olduğundan bu Wi-Fi şəbəkələrini istənilən bir şəxs, istənilən bir nöqtədən qoşula bilər. Məhz bu yerdə də müəyyən problemlər ortaya çıxır. Aydın məsələdə açıq bir şəbəkədən söhbət gedirsə, hər hansı bir kriptografik şifrələmədən orada söhbət getmir. Məhz bu olan yerdə də mövzu ona gətirib çıxarır ki, həmin şəbəkəyə daxil olan hər hansısa bir, məsələn, hamının anladığı dili desək, hacker, sizin datalarınıza həmin şəbəkə üzərindən göndərdiyiniz trafikə nəzarət eləyə bilər və bunun üçün müxtəlif avadanlıqlardan istifadə edə bilər və s. Və digər bir tərəfdən bizim qarşılaşdığımız ən böyük problemlərdən də biri odur ki, məsələn, hər hansı bir ictimai bir yerdəyik və güvənli olduğunu düşündüyümüz bir hər hansı bir şəbəkəyə qoşulmuşuq. Məsələn, bu hər hansı bir kafenin şəbəkəsi ola bilər və yaxud da hər hansısa bir müəssisənin şəbəkəsi ola bilər. Lakin burada da aldanma ehtimalınız var. Çünki bəzən, belə deyək, mənfi məqsədlər üçün bu Wi-Fi şəbəkələrinin kopyalarını da yarada bilirlər. Məsələn, baxırsınız, güvənilir bir şirkətə məxsus olduğunu düşünürsünüz, lakin əslində hər hansısa bir sizi hackləmək istəyən bir şəbəkəyə qoşulmuş ola bilərsiniz. Diqqətli olmaq lazımdır. Təşəkkür edirəm informasiyaları bizimlə paylaşdığınız üçün. Bəli, elə aydın oldu hansı təhlükəsizlik qaydalarına əməl etmək lazımdır. Çünki əks halda həm bizim mail adresimiz, eyni zamanda digər şəxsi məlumatlarımız digər kiberdələduzların əlinə keçə bilər və bu baxımdan da elə sadallanan məqamları diqqətdə saxlamaqda fayda var. Çatdıra biləcəklərimiz isə bu qədərdir. Sözü yenidən sizə ötürürəm. Təşəkkürümü bildirirəm. Rəqsənə məlumatı bizə ötürdüyünə görə.